Salam dəyərli müəllimələr. Bu günlər sizlər üçün 8-ci sinif 1-ci mövzunun izahını. Birinci mövzu xidmət sahələrində davranış və ünsiyyət qaydalarıdır. Dəyərli müəllimələr, hər bir insan xidmət sahələrində davranış və ünsiyyət qaydalarını bilməlidir və ona əməl etməlidir. Bəs gəlin görək həmin xidmət sahələrinə nələr daxildir? Xidmət sahələrinə ictimai yaşədir, maliyyədir, məlumatdır, mənzil kommunaldır, məişətdir, kirayədir, turizmdir, hüquqdur, mehmanxanadır, mühafizədir, tərcümədir, təmirdir, ticarətdir, nəqliyyatdır, səhiyyədir və rabitə xidmətləri daxildir. Bu saydıqlarım, sadaladıqlarımın əksəriyyəti xidmət sahələrinə daxildir. Dəyərli müəllimələr, davranış iki cür olur. Real şəkildə və verbal şəkildə. Real şəkildə təcrübə, hərəkət və rəftar şəklində olur. Verbal isə sözlə ifadə edilmiş şəkildə olur. Bəs indi gəlin görək, davranış mədəniyyətinin normaları hansılardır? Hansı normalara riayət etməliyik? Davranış mədəniyyətində deməli nəzakətlilikdir, ədəblilikdir, mərifətlilikdir, zəriflikdir, təvazökarlıqdır, sadəlik, dürüstlükdür. Hər birisinin açıqlamasına gəlin birlikdə baxaq. Bax, nəzakətlilik nədir? Nəzakətlilik ətrafdakı insanlarla qarşılıqlı münasibətdə mədəni və nəcib davranış. Mədəni və nəcib. Nəcib sözü n, nəzakətlilik n. Bax belə oxşatmanı açar söz kimi yadda saxlayın. Bəs ədəblilik nədir? Ədəblilik də istənilən vəziyyətdə hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü aparmaq. Ədəblilikdə dəyərli müəllimələr, açar söz dəyərdir. Yəni ədəb, dəyər. Bax, bu cür oxşatmanla açar söz kimi yadda saxlayanda cümləni oxuyan kimi yadınıza düşəcək. Bəs mərifətlilik nədir? Mərifətlilik də danışıq zamanı, şəxsi işgüzar münasibətlərdə gözlənilməsi lazım olan ölçü hissi, sərhəddi hiss etmə bacarığıdır. Yəni, əgər bu olmadıqda sözlər və hərəkətlər münaqişəyə səbəb olar, yəni mərifət həm də insanın reaksiyasını olduğu kimi anlamağa imkan verən daxili duyma qabiliyyətidir. Bax, mərifətlilik sizin qarşınızda 3 sualda daxili duyma qabiliyyəti, sərhəddi ölçünü hiss etmək, bir də işgüzar münasibət. Bunları yadda saxlayın açar söz kimi. Bu sözlərlə qarşınıza çıxacaq. Zəriflilik nədir? Zəriflilik insanların fərdi xüsusiyyətlərini aşkarlamaq və nəzərə alma bacarığıdır. Zərif nədir? F-yə baxın. Zəriflilik. Zərif fərdi. Bax, bu sözlə də zərifliyi yadda saxlayın. Təvazökarlıq isə bütün hallarda öz fərdi və müsbət keyfiyyətini qoruyub saxlama bacarığıdır, həm də özünə xas olmayan xüsusiyyətləri sərgiləməmək, öz üstünlüyünü müsbət cəhətləri ilə lovğalıq və ədəbazlıq etməmək bacarığıdır. Və sadəlik nədir? Sadəlik sosial pillədə kimin yuxarıda, kimin aşağıda yerləşməsini büruzə verməməkdir. Elə insanlar var, elə insan biraz imkanlıdır, amma məsələn, normal insanların içərisində özünü elə aparır, heç bilinmir bu insan imkanı var yoxsa yox. Deməli, bu insan çox sadə insandır. Dürüstlük nədir? Əgər mən dürüst insanamsa, doğru danışmağı bacarmalıyam, verdiyi sözü yerinə yetirmə bacarığıdır. Doğru danışmaq, verdiyi sözü yerinə yetirmək dürüstlükdür. Həm də ki, dürüstlüyü olan insanların xüsusiyyəti insanın nəinki düzgünlüyünü, həm də etibarlılığını təsdiq edir. Deməli, mədəniyyət, davranış mədəniyyət normalarının siyahısında dedik ki, nəzakətlik ilk pillədə durur, hətta nəzakətlik ünsiyyətin əsas şərtidir. Ünsiyyətin əsas şərti nədir deyilsə, nəzakətlilikdir. Bəs ticarət xidmətləri sahəsində davranış və ünsiyyət mədəniyyəti nədən ibarətdir? Gəlin buna baxaq. Bax, dəyərli müəllimələr, insanlar mağazaya nə üçün gedir? Alış-veriş etmək üçün gedir. Məsəl üçün, mağazaya gedəndə biz etiket qaydalarına, normalarına əməl etməliyik. Etiket də bilirsiniz də nədir? Fransızca etiquette, yarlıq etiket deməkdir. İnsanların cəmiyyətdə davranış normaları və qaydalarını bilməsidir. Dəyərli müəllimələr, mağazada 3 kateqoriya insanla rastlaşırıq, ünsiyyətdə oluruq. Bunlar satıcılardır, kassirdir, bir də alıcılardır. Deməli, biz mütləq
mütləq ünsiyyətdə olduğumuz insanlarla mütləq ədəblə ümumi qəbul edilmiş etiket normaları çərçivəsində davranmalıyıq. Etiket bildiniz də nədir? İnsanların cəmiyyətdə davranış və norma qaydalarıdır. Mağazada biz alış-veriş getməmişdən öncə nə alacağıqsa, həmən aldığımız ərzaqların siyahısını yazmalıyıq. Çünki gedib mağazada satıcını 2 saat fikirləşməliyik ki, görəm mən nə alacaqdım. Vaxt gedir axı, vaxt aparır. Ona görə də siyahını yazmalıyıq. Siyahını yazdıqda sonra mağazaya gedərkən hətta evimizin belə yanında olan mağazaya ev geyimində getmək nəzakətsizlik sayılır. Ev geyimində getmək olmaz. Sonra mağazada səs salmaq, hündürdən danışmaq, bütün insanların diqqətini özünə cəlb etmək olmaz. Sonra yaxşı olar ki, mağazaya gedərkən əvvəlcədən özünüz üçün planlaşdırdığınız məqsəd yönlü bir market, mağaza seçərsiniz. Sonra yaxşı, mağazanın bağlanmasına bir neçə dəqiqə qalmış, əgər vacib deyilsə bu alınan şey mağazaya girmək arzu olunan sayılmır. Bəs ictimai iaşə sahələrində, yəni kafelərdə, yeməkxanada, restoranlarda davranış və ünsiyyət mədəniyyəti necə olmalıdır? Deməli, dəyərli müəllimələr, əgər deyiriksə, nahar zamanı biz işgüzar sualları müzakirə etmək üçün gediriksə, özümüzlə həmən qovluğu, portfeli özümüzlə götürmək olar, apara bilərik. Sonra qardırob varsa, qardırob, üst geyimimizi qardıroba asırıq. Yoxdursa, zalda həmən onun üçün qoyulmuş asılqanlardan istifadə etmək daha məqsədə uyğun olar. Yəni ona keçirir, asıb ora qoymaq olar. Əgər kafenin, restoranda, yeməkxanaya, zalına birinci oğlan daxil olmalıdır, sonra yerini, qızın xoşunun gəlib-gəlmədiyini soruşmalıdır. Sonra girərkən digər müştəriləri narahat etməmək, onlara toxunmamaq üçün masaların arası ilə ehtiyatla keçmək lazımdır. Digər masaların arxasında olan və masaların üzərində yeməkləri nəzərdən keçirmək olmaz. Bax, bu nəzakətsizlik sayılır. Əgər boş masa yoxdursa, dəyərli müəllimələr, hamısı artıq tutulubsa, masaların arxasında boş yerlər varsa, oturmaq məsləhət deyil. Əvvəlcə, əgər orada oturmaq məcburiyyətində qalarsınızsa, mütləq yanında oturan insandan icazə almaq lazımdır. Əgər o da verərsə, oturmaq üçün məsləhətdirsə, sonra da təşəkkür etməliyik. Deməli, həmən yerlərdə də dəyərli müəllimələr, üzü zala oturmaq daha rahat hesab edilir. Üzü zala. Bilirsiniz ki, kişilər masa arxasında, ya xanımların sağında oturmalıdır. Əgər masa böyük deyilsə, onda onlar üzə oturmalıdır. O da masa böyük deyilsə. Deməli, biz əgər masa üzərində bir menu olarsa, əvvəlcə onu qıza təklif edilməlidir. Dəvət edən şəxs də yeməyi hamı üçün sifariş edə bilər. Dəvət edən şəxs. Əgər işgüzar nahardırsa, birinci yeməyi dəvət olunmuş şəxs sifariş edir. Nahar bitdikdən sonra da ofisiantı çağırıb, hesabı istəyib, hesabı vermək lazımdır. Sonra dəvət olunanların da hesabını dəyərli müəllimələr. Bax, dəvət olunanların hesabını dəvət edən verməlidir. Sonra çıxarkən də bilirik ki, oğlan və yaxud da kişi qapını açmalıdır, qız və yaxud da qadın çıxmaq üçün yol göstərməlidir. Bəs nələr məsləhət görülmür? Gəlin buna baxaq. Onlar məsləhət görülmür ki, dəyərli müəllimələr. Masanın eyni tərəfində oturmaq məsləhət görülmür. Yeməkləri üfürmək və ya onları iyləmək məsləhət görülmür. Bu nəzakətsizlik hesab edilir. Masa arxasında saç daramaq məsləhət görülmür. Masanın üzərinə çantadır, əlcəkdir, cib dasmalıdır, hətta darağı qoymaq məsləhət görülmür. Müştərilər üçün nəzərdə tutulmuş qəzeti, jurnalı uzun müddət oxumaq məsləhət görülmür. Sizdən başqa da oxuyan var axı. Digərlərinin hərəkətlərini izləmək, həddən artıq gözünüzü livon izləyirsinizsə, deməli bu məsləhət görülmür. Dəyərli müəllimələr, bu da sizlər üçün aydın, sadə dildə izahımız. Əgər siz də bizim ödənişli dərslərimizdən yararlanmaq istəyirsinizsə 050 433 35 49 nömrəsinə müraciət edib dərslərimiz haqqında məlumat ala bilərsiniz.